Qlobal Olimpiyat Sentr tərəfindən yerli media nümayəndələri üçün mətbuat konfransı təşkil edilib. Tədbirin əsas məqsədi beynəlxalq fənn olimpiadalarının və yarışların qlobal təhsil sistemindəki yeri və əhəmiyyətini ictimaiyyətə çatdırmaq və mərkəzin fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə son günlər yayılan qərəzli və əsassız məlumatlara rəsmi münasibət bildirməkdən ibarətdir. Qlobal Olimpiyat Sentr Azərbaycan təhsil strategiyasına uyğun şəkildə Təhsil İnstitutu tərəfindən keçirilən rəsmi olimpiadalardan əlavə və alternativ beynəlxalq yarışlar təşkil etməklə şagirdlər üçün fərqli inkişaf platformaları yaradır. Konfransda QOQ vasitəsilə beynəlxalq yarışlara qoşularaq Stanford, Hong Kong kimi prestijli universitetlərə qəbul olan, eyni zamanda özünü isbat edən şagirdlərin video müraciətləri təqdim olunub. Beynəlxalq olimpiadalar sosial mobilliyi artıran, akademik nailiyyətlərlə yanaşı şagirdlərin özünə inamını, qərar vermə bacarıqlarını və stimullaşdıran mühüm platformalardan biridir. Həm Azərbaycanlı şagirdlərin inkişafı və eyni zamanda gələcəyimiz olan gənclərin daha potensialı olan inkişaf etməsinə gətirib çıxarır. Tədbirdə Qlobal Olimpiyat Sentr tərəfindən təşkil edilən beynəlxalq yarışlarla bağlı sosial şəbəkələrdə yayılan feyk olimpiyada, saxta yarış, şəffaf olmayan ödənişlər, aldadılma kimi iddiamların tamamilə əsassız, qərəzli və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya olduğu bildirildi.